Salam dəyərli izləyicilər, Təhsil TV-nin efirindəsiniz. Bugün bu studiyada yeni verilişimizin ilk yayımı ilə qarşınızdayıq. İlk mövzumuzsa Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi ilə bağlıdır. Ümumiyyətlə bir dil, bir xalqın milli kimliyidir və ədəbiyyatsa onun ruhunun, keçmişinin, bugününün, gələcəyinin ifadəsidir. Bəs bu iki əsas fən bugün məktəblərimizdə necə tədris olunur? Şagirdlərimiz öz fikirlərini sərbəst ifadə edə bilirlərmi? Oxuduqlarını anlayırlarmı, yoxsa sadəcə əzbərləyirlərmi? Bugün bu sualları elə müəllimlərin özündən soruşacağıq. İstəyərdim ki, ilk öncə studiyamızın qonaqlarını təqdim edim. 177 nömrəli tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Vətənə Zeynalova bugün bizimlədir. Salam Vətənə xanım. Xoş gördük. Və 220 nömrəli məktəb liseyin Azərbaycan dili ədəbiyyat müəllimi xanım Qasımova bugün bizimlədir. Salam xanım müəllimə. Demək, əvvəlcə gəlin ilk öncə məktəblərdə Azərbaycan dili və ədəbiyyat fənlərinin bugünkü vəziyyəti haqqında danışaq. Hazırki tədris prosesini necə qiymətləndirirsiniz? İlk öncə sizdən başlayaq xanım müəllimə. Bugün qüsurlarsız deməzdim təhsili, amma çox böyük uğurlarımız da var ki, Azərbaycanı hətta başqa ölkələrdə təmsil edən, Azərbaycanın adını uca tutan, olimpiyadalarda yüksək nəticələr qazanan şagirdlərimiz çoxdur. Biz onlarla qürur duyuruq. Bugün təhsildən geri qalan, təhsildən yayınanlarımız da var və bunları da tezliklə təhsilə cəlb etmək və hətta ən ucqar kənddə belə şagird üçün hər şəraiti yaratmaq imkanlarımız var. Bunları istərdim həyata keçirək və dərsliklərimizdə, proqramlarımızda olan boşluqları zamanla mütəxəssislər tərəfindən araşdırılıb və daha mükəmməl şəkildə gətirilməsini arzu edirəm. Xanım müəllimə, bəs yəni uzun müddətdir siz məktəblərdə Azərbaycan dili ədəbiyyat fənni tədris edirsiniz. Hazırda tədris prosesində, yəni Azərbaycan dili ədəbiyyat fənninin tədrisindən söhbət gedir. Ən ciddi problem olaraq nəyi görürsünüz? Ən ciddi problem olaraq bugün mən düşünürəm ki, müəyyən mənada proqramlarımızda müəyyən bir dəyişiklik olmalıdır. Dünya standartlarına uyğunlaşdırılmalıdır. Sözsüz ki, milli xüsusiyyətlər nəzərə alınmaqla və şagirdlərin yalnız elmi biliklərlə silahlanması deyil, mənəvi dəyərləri qazanması, əsl vətəndaş kimi formalaşması üçün də qoşa qanat kimi ikinci bir işin də aparılmasını arzu edirəm və bunun da bir sıra yolları var. Bu daha çox mütaliə, sinifdən xaric oxu və mətnlərin mənəvi dəyər yükünü artırmaqla əldə etmək olar. Qrammatik qaydalar şagirdi inkişaf etdirmir. Yalnız bu yetərli deyil. Biz bütün təhsilimizi elmi biliklərə kökləndirsək, bu zaman müəyyən problemlər meydana çıxa bilər və yetişən nəsil vətənpərvər, vicdanlı, vətəni, xalqı üçün fədakarlıq etməyi bacaran, mərhəmətli insan kimi formalaşmalıdır. Bəs Vətənə müəllimə, demək ki, xanım müəllimə dedi ki, proqramlarla bağlı o problem görür. Bəs siz necə? Xanım müəllimənin də qeyd elədiyi kimi, Azərbaycan dili ədəbiyyat fənləri, siz də vurğuladınız ki, əsas fənlərdir, yüklü fənlərdir. Bugün Azərbaycan təhsili, Azərbaycan məktəbi bu iki fəndən üzərində bəlkə də deyərdik xüsusi çalışmalıdır. Bu baxımdan proqramlarda olan müəyyən boşluqlar var, müəyyən dərsliklərdə müəyyən boşluqlar var. Amma aydın məsələdir ki, iş prosesində qarşıya çıxan nöqsanlar, qarşıya çıxan problemlər istər müəllimlər tərəfindən, istər dərslik müəllifləri tərəfindən, istər metodiki baxımdan dəstək olan, yəni belə deyək, sahələr tərəfindən aradan qaldırılması üçün əməli işlər görülür və güman edirəm ki, növbəti tədris ilinə proqramlar üzərindəki boşluqlar da və yaxud da ki, dərsliklər üzərindəki boşluqlar da öz həlli yolunu tapacaq və istər bugün sinifə daxil olan müəllim, pedaqoq, istərsə də şagirdlər bu istiqamətdə qarşılaşdıqları problemlərin çözülməsinə nail olacaqlar. Konkret bir fakt deyə bilərik proqramla bağlı. Proqramlarda daha çox elmi biliklərin verilməsi əsas götürülür.
və burada yaxşı olardı ki, debatlar, Yəni bacarıq təqdimatlar, məsələsi ikinci plana atılır. Bəli, bacarıq məsələlərini önə çəkilməlidir. Təqdimatlar və müəyyən mövzu ilə bağlı verilmiş o tapşırıqlar yaradıcı səciyyəyə daşısın. Və bu zaman şagird daha aktiv olur, cəmiyyətə adaptasiya olunur, sosiallaşır və o sinif də bir cəmiyyətdir, o cəmiyyətdə özünü rahat hiss edir. Aha. Bir də bu dərsliklərin və ümumiyyətlə mövzuların yaş kateqoriyasına uyğunluğu məsələsi də tez-tez müzakirə olunan məsələlərdəndir. Bununla bağlı sizin fikrinizi öyrənmək istəyərdim. Əlbəttə, təhsilin birinci tələbi yaş kateqoriyası nəzərə alınmalıdır. Və hər bir yaş səviyyəsi üçün nəzərdə tutulmuş proqram olmalıdır. Hətta mən deyərdim ki, yalnız yaş səviyyəsi deyil, istedad, bacarıq səviyyəsinə uyğun şagirdlərə alternativ proqramlarda təklif olunmalıdır. Çünki sinif eyni səviyyədə, eyni bacarığa və eyni biliyə malik olan, eyni istedada malik olan şagirdlərdən ibarət deyil. Və alternativ proqramların olması bir tələb kimi qoyulsa, bu çox yaxşı olar. Bir təklifim budur. Yaş səviyyəsinə gələndə isə, bəli, mətnlər xüsusilə araşdırılmalıdır. Bu həm psixoloji baxımdan, həm belə deyim, təhsil baxımından və pedaqoji baxımdan araşdırılır, təqdim olunmalıdır. Mənə elə gəlir ki, burada psixoloqlar da işləməlidir və həmin yaş səviyyəsinə uyğun olan, mən özü fənnim üzrə deyirəm, Azərbaycan dili mətnləri, ədəbiyyat mətnləri seçilməlidir. Və yaxud elə parçalar verilməlidir ki, şagird onu rahatlıqla mənimsəsin. Məsələn, yuxarı sinif ədəbiyyat dərsliklərində verilmiş parçalar bəzən bütövlükdə əsəri ifadə etmir. Bir növ yarımçıqlıq yaradır və məcburən müəllim həmin əsəri ya tapşırır ki, tam oxuyun, ya da özü danışır. Çünki parçalar bütövlükdə əsərin ideyasını, obrazların xarakterini, müəllifin vermək istədiyi məqsədi tam ifadə etmir. Və yəqin ki, bu əvvəlki illərdə belə idi ki, bir ədəbiyyat dərsliyi, bir də müntəxəbat olurdu və müntəxəbatda əsər bütöv şəkildə verilirdi və uşaq ondan bəhrələnirdi. Amma müasir dövrdə bunlar yığcam şəkildə verilir və təklif edirəm ki, həm də verilən əsərlər içərisində dünya ədəbiyyatının da incilərinə, klassiklərinə yer verilsin. Vətənə müəllimə, xanım müəllimə də qeyd elədi ki, xüsusilə ədəbiyyatdan qısa parçalar verilir. Məsələn, o parçaların qısa olaraq verilməsinin məqsədi nədir ki, əgər o uşaq o əsəri məsələn bütöv olaraq anlaya bilməyəcəksə, qısa niyə verilir? Xanım müəllimə düzgün buyurdu. Hissənin qısa verilməsi aydın məsələdir ki, ideyanın açılmasına xidmət etməyəcək və yaxud da mövzunun tam mənimsənilməsinə xidmət etməyəcək. Bu baxımdan yük yenə də düşür müəllimin üzərinə və o zaman mənə elə gəlir, xanım müəllimə də təsdiq edə bilər ki, proqramdakı artıq o planlaşma hissəsində bir uyğunsuzluq ortaya çıxa bilər. Çünki əgər bir əsərin tədrisinə biz yarımçıq olduğu halda biz ona tam şəkildə şagirdlə işləməyə məcbur qalırıqsa, aydın məsələdir ki, bu vaxt baxımından, çünki həm məzmunun mənimsədilməsi, həm təhlil üzərində iş, obrazların, hadisələrin əlaqələndirilməsi və s. bəlli bir, belə deyək də, vaxt aparacaqdır. Bu baxımdan proqramda bir növ deyərdim ki, dərsliklə səsləşməsimi, o düzənsizlikmi ortaya çıxa bilər. Yəqin ki, bizim gözləntilərimiz də budur ki, müəlliflər onu nəzərə alarlar və növbəti dərsliklərdə, proqramların tərtibatında bu kimi nöqsan da deməyək, yəni bu kimi problemlər aradan qalxar. Aha. Demək, bir məsələ də var. Məsələn, biz həmişə təhsil sistemini nümunə çəkdiyimiz bir sıra Avropa ölkələrində uşaqların hər yaş dövrünə uyğun nə qədər söz bazası olması ilə bağlı araşdırmalar eləyirlər. Mən məsələn, bu son dövrün araşdırmasının nəticələrindən bəzilərini demək istəyirəm. Məsələn, 7-8 yaş aralığındakı bir uşaq 2000-3000 söz bazası olmalıdır. 10-11 yaşda 25.000, 40.000. Yəni burada passiv və aktiv söz bazasından söhbət gedir. Sadəcə aktiv söz bazası deyil. 12 yaşındakı bir uşaq 40-50.000, 14-16 yaşında bir uşaq artıq 50-60.000 söz bazası olmalıdır, söz ehtiyatı olmalıdır.
Yəni mən bizdə təəssüf ki, araşdırdım, belə bir araşdırmaya rast gəlmədim ki, araşdırılsın ki, məsələn, hər sinif üzrə uşağın nə qədər söz bazası olmalıdır. İndi siz Azərbaycan dili ədəbiyyat müəllimi olaraq hazırda uşaqlarımızın söz bazasının hansı səviyyədə olduğunu düşünürsünüz? Şəxsən mən razı deyiləm. Aydın məsələdir ki, sinifdə hər səviyyədə uşaq var. Yəni, mütaliəli uşaqlarımız azdır hal-hazırda. Bu yalnız Azərbaycan dili ədəbiyyat müəllimlərinin deyərdim ki, günahı deyil. Əksinə biz yönəldirik, biz istiqamət veririk. Hər daim yəni onların oxuya və yaxud da ki, yəni müəyyən əsərlərin araşdırılmasına, müqayisə edilməsinə şərait yaradırıq və bunun üçün oxu mövzuları da veririk şagirdlərə. Amma təəssüf ki, indiki müasir şagirdlər, müasir gənclər, deməzdik hamısı, amma ortalama götürsək, böyük əksəriyyəti mütaliədən uzaq qaçırlar. Təbii ki, bu da söz bazasının azlığına dəlalət edir. O baxımdan deməzdim ki, sinifdə biz tam bu müqayisəni apara bilirik. Mən öz adıma deyirəm, amma müəyyən qrup var ki, söz ehtiyatı çox kəsaddır. Bu da təbii ki, mütaliənin, oxunun qıtlığından irəli gəlir. Bu əslində məsələn sosial mediada da belə bir məsələlər müzakirə olunur. Şagirdlərin məsələn yüksək bal toplayan şagirdlər belə danışanda, müsahibə verəndə hiss edirsən ki, fikirlərini tam ifadə etməkdə çətinlik çəkirlər. Məsələn siz bu barədə necə düşünürsünüz xanım müəlliməm? Ümumiyyətlə təhsilin əsasında mən müəllim belə düşünməməlidir ki, mən danışım, siz dinləyin. Bu formatdan çıxmalıdır müəllim. Əgər çıxarsa, bu zaman canlı müzakirə yaranır sinifdə. Sonra suallar verilir və yaxud suallara cavablar verilir. Bunların hamısı uşaqların söz ehtiyatının həm də artırılmasına xidmət edəcək. Mən həmişə düşünürəm ki, müəllim özü də bir nümunədir. Müəllimin nitqi şagirdin nitq bacarığının inkişafına təkan verən əsas vasitədir. Əgər nitqində müəllim cümlələri düzgün qurarsa, müəyyən söz ehtiyatından şagirdə uyğun şəkildə istifadə edərsə, o şagird dəfələrlə bu sözü eşidərək onun mənasını da biləcək. Söz ehtiyatının artması təbii ki, mütaliə əsasında olur. Mütaliə bir əlavə iş olmamalıdır müəllim üçün. Bu əlavə iş deyil, bu vacib, önəmli bir işdir. Yəni işin bir parçasıdır. Bəli, işin bir parçasıdır, həm də deyərdim çox önəmli bir parçası. Çünki şagirdin davranışından tutmuş, onun nitqinə qədər hər şey oxuduğu əsər əsasında formalaşır. Burada da müəllimin o dediyiniz yaş səviyyəsinə uyğun seçimi olmalıdır. Şagirdə sərbəstlik vermək olar. Amma sonda müəllim onu yönləndirməlidir. Hansı yaş səviyyəsi üçün hansı əsərləri oxumalıdır. Bu zaman zamanla həmin şagird öz seçimində də uğurlu olacaq. Bəs hazırda dərslərdə əzbərçiliyin səviyyəsini necə qiymətləndirirsiniz? Məsələn, mən öz nümunəmdən deyə bilərəm ki, bizdə xüsusilə ədəbiyyat deyək də, ədəbiyyat humanitar fənn olduğuna görə insanlar düşünür ki, daha çox əzbərə yönələn bir fəndir, amma mən bunu belə düşünmürəm. Məsələn, bizim dövrümüzdə daha çox əzbərlədirdilər. Get bu şeiri əzbərlə, get bu satiranı əzbərlə və yaxud da Süleyman Sani Axundovun qorxulu nağıllarını oxuyurduq. Yəni, hamısını əzbərlədirdilər və heç bir müəllim soruşmurdu ki, məsələn, bunu oxudun, nə başa düşdün? Heç kim danışdırmırdı şagirdi. Bəs indi necədir vəziyyət? Əslində şeiri nəzərdə tuturuq təbii ki. Şeir əzbərləməyin müsbət tərəfləri, üstünlükləri çoxdur. Yaddaşa xidmət edən bir məsələdir. Şagirdlərin də bugün müxtəlif istiqamətə yönəlməsi, yəni belə deyək, dərs prosesində də hər tərəfli olması üçün mənə gəlir şeir əzbərləməyin də müsbət tərəfi var və dərslərdə bunu öz dərslərimi nəzərdə tuturam, etdirirəm. Ancaq bu əzbərin payı nə qədər olmalıdır? Ancaq bəli, burada biraz müstəqillik var. Biraz deyəndə ümumiyyətlə mən deyərdim ki, Azərbaycan dili ədəbiyyat dərslərində sıxıcı, ənənəvilikdən biraz kənara çıxmaq və müstəqil şərait yaratmaq, şagird mütəmadi olaraq öz düşüncələrini, öz fikirlərini, oxuduğu mətnlə bağlı, öyrəndiyi şeirlə bağlı, əsərlə bağlı bu istiqamətdə işini sərbəst şəkildə qurmalı və istədiyi hissəni, istədiyi özünün bəyəndiyi, xüsusilə bizim tapşırıqlarımız da çox zaman ona xidmət edir.
Tam şeiri təbii ki, birinci müəllimin özünün ifasında. Çünki orada aydın məsələdir ki, səs tonundan, intonasiyadan, yəni bunlar nəzərə alınmaqla şagirdə çatdırıldıqdan sonra şagird istənilən, mən burada yəni məcburiyyət qoymuram. İstənilən hissəni nə qədər bacarırsa əzbərləyə bilər. Əsas məsələ nədir? Oxuduğu şeirdə, öyrəndiyi əsərdə fikri çatdırsın, ümumiləşdirə bilsin, müqayisə apara bilsin, təhlil edə bilsin. Belə deyək də, bir tələb kimi qoymuram şagirdimin qarşısına ki, birinci bənddən axırıncı bəndə qədər əzbərlənməlisən və yaxud da ki, az əzbərlədiyinə görə qiymətləndirilmirsən və s. Bunların hamısı demək olar ki, keçmişdə qalıb. Yəni, bugün şagird onun üzərində işləməyə bacarığa çevrilməlidir. İstənilən oxu prosesi fəaliyyətə, bacarığa çevrilməlidir. İstər bu ədəbiyyat dərslərində, istərsə də Azərbaycan dili dərslərində. Mən də belə düşünürəm ki, burada müəllimin xüsusi tapşırığı yoxdur ki və proqramda da yoxdur ki, hansısa bir şeir əzbərləsin, əsərdə müəyyən hissəni öyrənsin və onu əzbər şəkildə danışsın. Amma mən başqa bir məqamla yanaşmaq istəyirəm. Bu yalnız yaddaş və yaxud yaddaşı möhkəmlətmək üçün deyil, həm də emosiyaları, hissləri qavramaq üçün lazımdır. Çünki şeirdə verən emosional hisslər, onları şagirdin necə qavraması çox önəmlidir. Əgər bunu qavrayırsa, özünün jest və mimikaları ilə də bunu təqdim edirsə, artıq başqa bir tərəfdən şagirdi inkişaf etdirmiş oluruq. Onun həm də jest və mimikaları uyğun olaraq həmin əsərin ifasını, bacarığını yoxlayırıq. Bunlar əlbəttə vacib deyil deyirik, amma bəzi məqamlarda, sitatlar gətirəndə, öz fikrini əsaslandırmaq istəyəndə, hansısa müəllifin əsərindən bir parça şeiri deyirsənsə, burada nöqtəni qoymuş olursan. Yəni fikri daha dolğun çatdırmaqdan söhbət edir, quru çatdırmaqdan ziyədə daha dolğun çatdırmaqdan. Məsələn, mən xatırlayıram ki, bizim vaxtımızda daha çox kim yaxşı əzbər danışırdısa, o 5 alırdı. Məsələn, mənim yadımda da hansısa bir sinif yoldaşım həmin mövzu ilə bağlı şeirlə və yaxud da hansısa mətnlə bağlı fikir bildirəndə onun fikri önəmsənilmirdi. Daha çox o nə qədər yaxşı əzbər danışıra fikir verirdi müəllim. Demək, bir də belə bir məsələ var, oxumaq və anlama bacarıqları. Sizcə bu bacarıqların inkişafı üçün hazırki metodlar kifayətlidirmi, kifayətlidirmi? Mən düşünürəm ki, bütün o anlama, sonra oxu və dinləmə, bunların hamısı məktəbin üzərinə atılmamalıdır. Düzdür, məktəbdə bu proqram əsasında həyata keçirilir. Amma valideynlər də evdə bir filmi izləyib, övladları ilə birgə izləyib və yaxud bir kitabı birlikdə oxuyub, müzakirə edərlərsə, bu onların ümumi inkişafına çox böyük fayda verəcək. Bəli, dinləmə anlamı ilə bağlıdır. Əgər yaxşı dinləyə bilirsə şagird və mahiyyətini başa düşürsə verilən fikirlərin, o mütləq onu həm də gözəl ifadə eləyəcək. Mən həmişə dərsdə belə nümunələr deyirəm, uzaqdan bir siqnal səsi gəlir, məktəbdə oturmuşuq. O səs nə bildirir? Bəziləri deyir ki, bu siqnal səsi sadəcə siqnal səsidir. Bir başqası deyir ki, bu siqnal səsi tıxac var, ondandır. Biri deyir ki, qəza var. Deməli, burada sadəcə siqnal səsi kimi düşünən şagird hələ anlamayıb mahiyyətini. Amma digər qism isə o səsin mahiyyətini anlayıb. Anlama məhz elə məişətdən, ailədən, sonra məktəbə ötürülməlidir. Bir də bir məsələ var, mütaliə vərdişləri. Məsələn, biz bayaq burada da dedik ki, vərdiş olmalıdır. Bu vərdişi formalaşdırmaq üçün nə etmək lazımdır? Vərdişin formalaşdırılması yenə aşağı siniflərdən də çox, hələ deyərdim ki, elə ailələrdən gəlməlidir. Adətən hansı uşaqlarda, hansı şagirdlərdə nitqin və yaxud da ki, dünya görüşün və yaxud da ki, fikrin çatdırılmasına müsbət
görürük. Hansı ailələrdə ki, uşaqlarla müxtəlif mövzularda söhbətlər aparılır və yaxud da onlar yönləndirilir, müəyyən hələ yaşına uyğun olaraq kiçik həcmli bir əsərin oxusuna, onun yəni valideynə danışmaqmı, orada nədən söhbət gedir, obrazın xarakterini kiməsə bənzətməkmi və yaxud da ki, öz üzərindəmi? Əgər şagird oxuduğu, bitirdiyi əsərin müzakirəsinə cəlb olunursa, o müzakirələrdə öz fikirlərini çatdırırsa, müəllimin ona istiqamət verməsimi və yaxud da ki, onunla bərabər o təhlili ümumiləşdirmək, əlaqələndirmək, bu prosesə müxtəlif istiqamətdən cəlb olunursa, demək ki, artıq zamanla şagirddə o vərdiş olacaqdır. Məsələn, biz deyirik ki, Füzuli dahi şairdir və yaxud da Nəsimi dahi şairdir. Yəni, onu amma uşaq başa düşə bilmir ki, niyə Füzuli dahi şairdir, niyə biz ona dahi şair deyirik? Çünki o əruz vəzni ümumiyyətlə başa düşmür. Bəli, o qəzəlin ümumiyyətlə deyiliş tərzi var. Heç bir müəllim məsələn qəzəlin deyiliş tərzini də öyrətmir uşağa. Elə adi məsələn heca vəznində yazılmış şeir kimi tak dedi getdi. Amma əruz vəzni müəyyən orada pauzalar filan var da. Ondan da başqa orada ərəb fars sözlərindən istifadə var. Onların mənasını başa salmaq, məzmunu izah etmək və bu çox maraqlı gəlir uşaqlara. Hətta deyirlər ki, biz oxuyanda başa düşməmişdik ki, Füzuli belə demək istəyir. Məsələn, o bir beytini deyərəm sizə. Edəməm tərki Füzuli, vətənimdir vətənim. Orada vətənimdir şeirində 4 dəfə vətən deyilir və şagird elə bilir ki, bu elə vətəndir. Amma onu müəllim açanda ki, bu 4 vətən bizim ana vətəni, maddi aləm, ruh aləmimiz və qəbr evidir. 4 vətəni olur insanın, onda onlar üçün maraqlı gəlir. Yəni, hər bir müəllimin borcu, tək bir müəllim olaraq vəzifəsi həmin şeiri evə əzbər vermək deyil. Onun hər bir beytinin, misrasının həm də mənasını açmaqla Füzulini sevdirməkdir. Verilən dərs saatı imkan verir ki, həmin qəzəlin tədrisində, yəni biz o istədiyimizi ala bilək şagirddən. Yəni ki, təhlil zamanı, yəni verilən ərəb fars mənşəli sözlərin açılması, misraların açılması, fikrin aydınlaşması imkan verir ki, şagird onu daha yaxşı başa düşsün və nə üçün Füzulinin, Nəsiminin dahi şair olduğunu özü dərk eləsin. Amma bunu hər bir müəllim etməlidir. Bəli, təbii ki. Bu təbii ki, hər bir müəllimin vəzifə borcudur. Çünki 16-cı əsr ədəbiyyatıdır, 18-də bizim ədəbiyyatımızdır və şagirdin həmin dövrlər haqqında tarixdə olduğu kimi məlumatı olmalıdır. Ümumiyyətlə, şagird-müəllim vəhdəti mənə elə gəlir ki, düzdür, günümüzdə şagirdin özü də istiqamətlənib, özü də hər hansı bir faktı, məlumatı açır da, amma müəllimlə birgə fəaliyyət daha müsbət nəticə verə bilər. Müəllim yol göstərəndir, fasilitatordur və o istiqamət verərsə, şagird düzgün daha yolda düzgün olacaq. şəkildə onu araşdırır. Düzdür, yəni müəllimin təcrübəsi də çox böyükdür. Məsələn, mən hansısa müasir texnologiyalardan istifadə edib nəyisə axtarıb araşdıra bilərəm. Amma müəllimin izah elədiyi qədər bilməyəcəm axı hansı istiqamətə fokuslanmalıyam mən. Bir də məsələn, müasir texnologiyalardan danışmışkən, indi müasir texnologiyalar əsrində yaşayırıq və günü-gündən də inkişaf eləməkdədir. Əvvəl Google-da axtardığımız şeyi biz indi süni intellekt vasitəsilə 2 dəqiqəyə tapa bilirik. Hansı ki, Google-da axtarırdıq, 50.000 dənə informasiya çıxırdı. Bəs bugün müasir texnologiyalar Azərbaycan ədəbiyyat fənlərinə hansı formada inteqrasiya, ümumiyyətlə inteqrasiya edə bilmişik? Çox əsərlər var ki, həmin əsərləri biz film şəklində sinifdə qoyuruq. Məsələn, Nəsiminin yaradıcılığını keçəndə ondan həyatı yaradıcılığı haqqında bir parça veririksə və yaxud həmin tövsiyə edirik ki, filmə baxsınlar və yaxud fərq etməz, hansı müəllifi keçəcək, onunla bağlı sənədli filmlər var kifayət qədər. Onların yaradıcılığını danışırıq və uşaqların da özünün də araşdırma aparmasını istəyirik və onlarla bağlı filmlərə baxırıq. Və yaxud özləri də araşdırma apararkən sözsüz ki, internet resurslarından istifadə edirlər və bunu bizə təqdim edirlər. Və mən bir də bir şey deyim, şagirdi yaradıcı fəaliyyətə yönləndirmək üçün yalnız dərs materialı əsas deyil, bayaq dediyim kimi. Məsələn, məktəbdə müəyyən bir, məsələn, bizim özümüzün də təşkil etdiyimiz TEDx-imiz var və TEDx-dən hətta Xarici Dillər Universitetində çıxış edilmişdi. Bizim şagirdlər çox uğurlu çıxışlar idi və bu şəkildə TEDx-lara cəlb etmək, müzakirələr aparmaq,
və müsabiqələrə cəlb etmək, bunlar da şagirdləri inkişaf etdirir və onların özlərində çalışması üçün bir kömək olur, yardım olur. Və son olaraq Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinin daha effektiv olması üçün hansı dəyişikliklərə ehtiyac görürsünüz? Mən düşünürəm ki, dərs sistemində 6 saat şagirdin bir yerdə əyləşməsi bu birinci mənə görə problemdir. Çünki şagird aktiv olmaq istəyir, hərəkətli olmaq istəyir. Yəni müəyyən məqamlarda dərs prosesində belə rollu oyunlardan istifadə etməklə, müəyyən bayaq dediyim kimi çıxışlar, tamaşa parçaları göstərməklə onları aktivləşdirmək olar. Bu mənə görə o şagirdlərin daha maraqlı olmasını, dərsə daha çox maraqlı olmasını belə yaradar o marağı və o maraqla da sonra davam eləyərlər. Amma bir başqa problem də yalnız dərsliklə kifayətlənməməlidir. Nə müəllim, nə də şagird. Çünki dərslikdə bəzi məqamlar çox qısa şəkildə verilir. Bunu geniş şəkildə müəllim təklif etməlidir ki, uşaqlar təqdimatlar hazırlasınlar müəyyən mövzuda, onlara çıxış eləsinlər. Hətta olur ki, o təqdimatları eləyəndə sonradan qeydlər aparırlar, əyləşən şagirdlər onların qüsurlarını və müsbət cəhətlərini deyirlər. Təbii ki, birinci müsbəti deməliyik ki, o ruhdan düşməsin, bu şagird ruhdan düşməsin. Başqa məqamları da öncədən demişdik proqramla bağlı. Qalan məncə təhsilimiz əgər bu deyilənləri nəzərə alarsa, təhsilimiz inkişaf eləyər və o istedadlı şagirdlərin istedadının, qabiliyyətinin, bacarığının üzə çıxmasına yardım edir. Və siz Vətən Hanım? Ümumən, mənə elə gəlir ki, şagirdlərin hərtərəfli formalaşmasında və xüsusilə milli mənəvi dəyərlərə söykənərək tədris prosesinə cəlb olunaraq, cəmiyyət üçün yararlı vətəndaş, yararlı gənclər, təhsilli, dünya görüşlü gənclərin formalaşması üçün yəni şəraitlər var və o cümlədən də o şərait davamlı şəkildə yeniliyə doğru, inkişafa doğru dəstəklənməlidir. Bu baxımdan məktəblərdəki şəraitdə imkan verməlidir ki, təbii ki, dərs prosesi yalnız nəzəri biliklərdən və yaxud da ki, hər hansı bir əsərin yalnız oxusundan, təhlilindən ibarət olmasın və məktəblərdə yaradılan şəraitlərdən, biz indi bütün şagirdlərdən danışırıqsa, hər məktəbdə eyni şərait yoxdur. Bu baxımdan şəraitə əsaslanaraq yaradıcı şəkildə, fənlərin ikisi də elə yaradıcı fənlərdir əslində, istər şagirdlərin, yenə deyirəm, formalaşmasında, gənclər olaraq formalaşmasında, həmçinin yaradıcı formalaşmasında, məntiqi, tənqidi, təfəkkürlərinin formalaşmasında, hərtərəfli inkişafında istənilən halda, yəni münbit bir şəraitdə olmalıdır. O baxımdan istənilən internet resurslarına qoşulmaq elə dərs prosesində mənbəni biz təqdim etməklə şagirdlərin elə filmdən bir kadra baxıb eyni zamanda əsərin təhlilini aparmaq, eyni zamanda araşdırma aparmaq, bu sinifdə bu şəraitin olması istənilən halda təbii ki, müsbətə doğru gedəcəkdir. Bu baxımdan mənə elə gəlir ki, hər iki fənnin tədrisinin inkişafı istənilən halda yaradılan şəraitdən də çox şey asılıdır. Hər birinizə çox təşəkkür edirəm dəvətinizi qəbul edib gəldiyiniz üçün. Təşəkkür ederim. Sağ olun. Belə dəyərli izləyicilər, aydın oldu ki, hələ də Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində müəyyən problemlər var və biz də ümid edirik ki, bu problemlər ən qısa zamanda öz həllini tapacaq. Sizsə bizim bu studiyada müzakirə etməyimizi istədiyiniz mövzular varsa hər birini eşitməyə hazırıq. Bir daha bizi izlədiyiniz üçün təşəkkür edirik.